Dünyaya bir kərə gəlmişik biz. Bizlə birgə yaşayır sevinç, kədərimiz. Səhvimiz, günahımız az deyil. Mənim də, sənin də, onun da. Zaman ötür, vaxt keçir. Peşman oluruq sonunda. Bir-birinə əl uzadın, siz tutun haqqın yolun. Həsrətli könülləri qovuşdurun, vüsal körpüsü olun. Bizi barışdırın. Salam, hər vaxtınız xeyir olsun. Bizi barışdırın verilişi efirdədir. Həyəcanlı olur. O həyəcanlı deyil. Mən onu görürəm, həyəcanlı deyil. Bu bir. İkincisi də Könül xanım. Mən bayaqları Almaz xanım dedi ki, atadan, anadan yar şirin olur. Mən razılaşmıram. Ona görə ki, ata, ana bizim başımızın tacıdır. Birincisi, Şəfqə xanım. Fərqi onda deyil. Birincisi, ata, ana, hörmət, onların necə deyil, Namiq dedə, onların xeyir duası, sonra yar. Olur ki, görürsən ki, alınmır heç nə. Xeyir duasız evdən ev çıxmaz. Dediyim odur ki, atadan da, anadan da deyirlər yar şirin. O məcazi mənə İnanın, o məcaziyyəni elə belədir, doğrudan da. Həmişə adam yarı çox istəyir, söhbət yoxdur. Amma atanın öz yeri. Yarı tapmaq olar haradasa Almaz xanım, amma bilirəm, mən həmişə deyirəm, ananı, atanı tapmaq olmaz, amma yarı da tapmaq olar, balanı da tapmaq olar. Mən həmişə atam-anamdan üstün Aydın, Almaz xanım, istəyirəm Nişanə, buyur. Yəni, sənin fikrini bilmək istəyirəm. Mən burada deyərdim ki, Könül xanım, başqa bir səbəb var. Yəni, atamız çox inciklidir. Yəni, inşallah bunlar barışacaq, mən buna ümidliyəm. Və mən də deyərdim ki, təbii ki, mən bütün valideynlərin qarşısında baş əyirəm, başda mənim anam olmaqla. Sağ ol. Və onu deyərdim ki, və Şəfqə xanım çox düzgün qeyd elədi. Ola bilsin ki, həyəcanlı idi bizim qardaşımız. Amma buna baxmayaraq o ağsaqqaldır. Yəni o elə adın çəkiləndə o ayağa durmalı idi. Ona görə inşallah mən inanıram ki, bizim atamız barışarlar. Gözəl bir toy olsun. Valla biz təmənnasız oradayıq. İnşallah. Alqışlarımız. Mən istəyirəm Zeynəb xanım bir dənə. Zeynəb xanım, siz də buyurun. Xanım düzgün hərəkət eləməyibdir. Çünki valideynlərin sözünə qulaq asmaq, böyüyünə hörmət qoymaq lazımdır. Şəxsən mən onun yerinə olsam elə hərəkət eləməzdim. Aydınım. Könül, mən yenə deyirəm, sözümü üzümü ağsaqqala tuturam. Ağsaqqal, gəl məni başa düşsünlər. Mən də ağsaqqalım, mənim də qızlarım var, mənim də oğlum var. Heç kim istəməz ki, onun qızını götürüb qaçsınlar. Bu iş olub, iş işdən keçib. Təsvir elə sən indi o qızı qaytarıb gətirmişsən evə. Sən o qızın gələcəyini düşünürsən yoxsa. Və yaxud da Hibə Salmanə məhkəməyə veribsən. Tutaq ki, bu uşağı tutdular. Qızınız da qayıtdı evinizə. Nə əldə eləyəcəksiniz? Sadəcə olaraq siz qürurunuzdan keçmirsiniz. Mən başa düşürəm, qız atası, yəni bir balaca qızı qaçırılan ataya kənddə münasibət fərqli olur. Bir balaca qəlbi sınır, könlü qırılır. Amma buna baxmayaraq, amma artıq bu keçib. Yəni, bunlar da gözəl bir barışığa gəlirlər, istəyirlər hər şey yenidən başlasın. Elə deyil mi, Solmaz ana? Rəhmət olmasa, qızını bağışda, bu oğlan ailəsinin birgəsini çəkir. Bəli, bəli. Buyurun. Bizim cavanlara ancaq ailə qurmaq, evli olmaq örnək ola bilər. Bəli, hal-hazırda Salman əminin bağışlamağı, Salman əminin böyüklük eləyib, axsaqqallıq eləyib. Bəli, belə səhvdir də. Mən bilirəm ki, kim bağışlayacaq onu, amma prost bir balaca, hə, ağsaqqal. Nə deyirsən? Bəli deyir, bəli, eşq olsun. Bax, görsən, alqışdan kişiyi da bağışlayır.